Özür dilerim. Mən Günel Əkbər, 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimiyəm. Günel Hanım, bax, necə oldu ki, sosial şəbəkələrdə bu qədər izlənilir? Siz uşaqlarla bir səhviniz belə yarandı, siz onu nə var? Maraqlı sualdır, təşəkkürlər. Mən 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğulam. Elə o vaxtdan da nəsə qeyri-adi bir dərs prosesimiz olanda onu çəkib həmişə paylaşırdım öz dostlarımla. Sosial şəbəkələr o vaxt bu qədər geniş yayılmış deyildi. İndi də dostlarımın mənə cəsarətləndirməsi nəticəsində bu qərara gəldim ki, daha geniş istifadə olunan sosial platformalarda aslanlarımı paylaşım. Niyə paylaşıram? Çünki fikirləşirəm ki, əgər bu dialoqlar mənə xoş təəssürat bağışlayırsa, niyə də başqalarına xoş təəssürat bağışlamasın? 0-6 yaş aralığı bir insan xarakterinin 70% formalaşır. Mən bunun fərqindəyəm və mən düşünürəm ki, bu 0-6 yaş aralığında uşaqlara nələr qazanırsa bizim üçün bir qənimətdir. Bu fürsəti də əldən buraxmamağa çalışıram.